Türkiyənin tanınmış sənət və ekran ulduzları barəsində narkotik vasitələrdən istifadə iddiası ilə istintaq başlanılıb. Gözaltı Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Xabir Qlobal məlumat yayıb. İstanbul Respublika Baş Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlər üzrə İstintaq İdarəsi tərəfindən aparılan araşdırma nəticəsində ictimaiyyət tərəfindən tanınan çoxsaylı məşhur şəxslərin adları narkotik və ya psixotrop maddələrdən istifadə ittihamı ilə istintaqa cəlb olunub. Əməliyyat İstanbul İl Jandarma Komandanlığı tərəfindən həyata keçirilib. Siyahıda yer alan tanınmış adlar arasında Dilan Polad, Engin Polad, İrem Derici, Kübilay Aka, Kaan Yıldırım, Hadisə Açıqqöz, Berrak Tüzünnataç, Duyğu Özaslan Mutaf, Demet Evqar Babataş, Zeynab Meriç Aral Keskin, Özgə Öz Pirinççi, Mert Yazıcıoğlu, Feyza Altun, Derin və Derin Kalubacıları, Zinət Salihi, Bircə Akalay, Metin Aktürger və Cerem Moray Orcan da var. Məlumata görə istintaq bəzi şübhəlilərin narkotik maddə istifadəsinə dair əldə edilən sübutlar əsasında başlanılıb. Hazırda məşhurların ifadə vermə prosesi davam edir və onların qan analizlərinin nəticələri araşdırılır. Prokurorluq mənbələrindən bildirilib ki, istintaq çox şaxəli şəkildə aparılır və hazırda həm narkotik vasitələrin əldə edilməsi mənbələri, həm də ictimai fiqurların əlaqə dairələri istiqamətində yoxlamalar gedir. İlkin məlumatlara əsasən, hadisə ilə bağlı təqsirli bilinən şəxslərin sayı artmaqda davam edir. Hüquq mühafizə orqanları araşdırmanın nəticələrinə görə əlavə saxlamaların da ola biləcəyini istisna etmər. Gündəlik hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin. Söz altında yox, göz altıda qalın.